Balıq istədiyi bir şeyi gözü ilə hərəkət elətdirə bilər. O qədər intuisiyalı olur, o qədər güclü olur. Onların znaklarında belədir axı, ortada da bilinən xətt. Orta xətt əslində onların üçüncü gözüdür. Onların daim üçüncü gözü aktiv olur, sadəcə bundan istifadə edə bilmirlər. Balıq sizə nəsə deyirsə, o öz beyni ilə demir. Ona vəh gəlib deyir ki, bunu deməlisən. Yəni, əgər bir balıq məsləhət gördüyü şeyi eləmək istəyirsənsə, elə. Eləmədinsə bəlkə peşman olarsan. Elə %100 yaxşılığa doğru getmək şansı həddindən artıq çoxdur. Yəni, çünki balıq insanların həyatına özü istəmədən toxunur. Yəni, Allah Taala insanlara ya pişik dildində yaxınlaşar, ya qoca ağsaqqal dildində yaxınlaşar da adətən bir umaraq. Balığı mən elə bilirəm ki, onlara elə bir ki, Allah Taala deyir ki, get filan kəsə kömək elə. Get ona ağıl ver. Mən verirəm, ağlı yoxdur.